Dinləməyə dair birinci sual deyir. İstoriya kompaniya Lego, yəni Lego kompaniyasının tarixi. İkinci sual D variant. Kompaniya продавала свои игрушки только в Дании. Только sözü orada artıq idi. Deyir, kompaniya öz oyuncaqlarını ancaq Daniyada satırdı. Xeyr, только sözü artıqdır. Üçüncü, как фанаты Lego выразили свою любовь к компании. Lego fanatları öz sevgisini necə göstərirdilər? Построили огромную башню из конструктора. Yəni, konstruktordan böyük bir qala tikmişdilər. C variantı. Dördüncü. Suala düzgün cavab vermək lazımdır. После Второй мировой войны компания Lego начала выпускать пластиковые изделия. İkinci Dünya müharibəsindən sonra Lego kompaniyası nə başladı buraxmağa? Пластиковые изделия. Sonra 5-ci. Lego в переводе с датского языка. Lego tərcümədə nə deməkdir? Хорошо играть, yaxşı oynamaq. Хорошо играть belə yazmalısınız əgər qrammatikaya baxsaq. 6-cı sual. Lesnitsi sözünə uyğunlaşan sifət. Derevyanные taxta pilləkənlər. Lesnitsi cəmdədir, fikir verirsiniz. Derevyanные sözünü də ı окончание ilə yazmalısınız. 7. Tвердый знак hansında yazılıbdır? Yadınızda saxlayın ki, pristavkada sonra tвердый znak yazılır. Bu da syomka sözündə s pristavkadır. 8-ci sual. C. Mətn qururuq. Vчера мы с братом были в кинотеатре. Dünən biz qardaşımla kinoteatrdaydıq. Tam мы посмотрели американский film. Biz orada Amerika filminə baxdıq. Üçüncü. Этот film нам очень понравился. Bu film bizə çox xoşumuza gəldi. Və я посоветую друзьям тоже посмотреть его. Mən dostlarıma məsləhət verəcəm ki, onlar da baxsınlar. C variant. 9. Cümləni düzgün variantı seçin. Samir sпросил друга. Samir dostundan soruşdu. Почему не выучил урок? O niyə dərsini oxumadı? Почему səbəb göstərir. Niyə? İnaqda on едет на stadion. O arada bir stadiona gedir. Hansı səbəblə? Чтобы играть в futbol. Futbol oynamaq üçün. Когда мы возвращались домой, было темно и тихо. Biz evə qaydanda, когда zaman zərfidir. Ona görə когда seçəcəyik. 10-cu sual. Ее сестра учится на 2 курсе. Здесь прилагательный şəkilçi omyem olmalıdır. Ona görə omyem на втором olmalıdır. Мы ездим, 11-ci sual. Мы ездим в Шушу на следующей неделе. Мы ездим на следующей неделе seçməliyik burada. Потом 12 вопрос. 12-ci sual. Artıq variantı burada hamısı əşyalar, yəni geyimlərdir. Bir dənə sapagi ayaqqabıdır. Yəni ayaqqabı geyimidir, sapaşki çəkmə deyək. 13-cü sual. В музее мы встретились с художниками из demək burada görünmədi. Demək s падеж tvarительlidir. Çünki bunu göstərir ami-yami şəkilçisi, cəm şəkilçisidir. Ami-yami. Ona görə s A variant olur. 14-cü sual. Həqiqi məmundan seçin. Прямое значение olan söz. O da məhki xleb, məhki divan. Yumşaq çörək, yumşaq divan. 15-ci sual. Аккуратный sözü nə əməklə hansı bildirir? Означает. Значит, соблюдаемый во всем порядок. Hər şeydə порядкaya riayət eləyən deməkdir. Sadəcə, eləcə аккуратный порядок sözündən uyğunlaşdıra bilərdiniz. 16-cı sual. В каком слове букв больше, чем звуков? Hansında hərf səsdən çoxdur? Titrat sözündə bir də xadiba. Titrat məhki znaka görə çıxır səsdən. Xadiba yenə məhki znaka görə çıxır səsdən. Sonra 17-ci sual. Грусть sözünə antonim. Грусть kədərdir, radost sevinçdir. C variant. 18-ci sual. Улица sözündən uyğun gələn söz nədir? Qaratskaya улица, şəhər küçəsi. Şumная улица, səsli küçə. Грязная улица, çirkli küçə. Həmçinin şirokaya, geniş улица ola bilər. 4 dənə alınır A variantı. Potom
19-da необычное здание, родительный падежdə olmalıdır. Выдающегося архитектора многих странах. Baxın, во sözü varsa ondan sonra mütləq многих sözü olmalıdır. Во многих странах потом получила что? Винительный падеж международную премию. 20-ci sual. Məntiqi ardıcılığı tamamlamalıyıq. Dirijor, учитель, agronom bunlar hamısı peşədir deyə biz seçməliyik. Dizayner, injiner, poçtalyon bunlar da peşədir. 1, 2, 4. 21-ci sual. Дополните диалог. Скорая помощь слушает. Cavab 2. Я очень плохо себя чувствую. У меня высокая температура. Sonra gəlir 4. Какая у вас температура? Градусник показывает 39,4. Пожалуйста, приезжайте быстрее. 5-cidə ваш вызов принят. Бригада выезжает. Ждите. 5-lə cavab veririk. Спасибо, буду ждать. До свидания. 20-ci укажите синонимы. Rodina, отчизна, vətən, həmçinin razgovor, besieda, ikisi də söhbət. 1, 3. 23-cü